Yenə də bu benzinin təmizliyi mənə ləzzət edir də. Şəffaflığı mənə ləzzət edir. Deməli belə, biz bugün hardayıq? Red Oil yanacaq doldurma məntəqəsində. Əlimdə gördüyümüz bu boş banka, biri də bizim dəyərli... Dostlar, salamlayıram sizi. Red Oil tayıqlarımız qeyd elədi. Bankalar əlimizdən niyə var? Onu yəqin ki, sual maraqlı. İnsanlara maraqlı olan. Bu nədir? Yanacağın aktan ədədini ölçən cihaz. Deməli, insanlara maraqlı olan nədir? Pərviz usta, Red Oil yanacaq doldurma məntəqəsində 92 aktanlı benzinin aktanı nə qədərdir reallıqda? 95 aktanlı yanacağın aktanı nə qədərdir reallıqda? Gəlin getdik onu yoxlamağa. Amma bir məsələ var da, onu qeyd edeyim. Bəzən olur ki, yazırlar, mən şərhlərdə oxuyuram ki, yox, orada bir aparat daha yaxşıdır, bir aparat daha az yanacaq vurur, bir aparatın yanacaq keyfiyyəti daha yüksəkdir. Hansı aparata yaxınlaşan sual yarana bilər? Burada əslində neçə aparat var? Deməli 5 aparat var. Yox, biz indi deyəcəklər ki, biz danışmışıq, biz aktanı yox. Yox, biz aktanı yox. Ümumiyyətlə, yenə də aparatla bağlı bəzən şərhlər. Zaten hamısı bütün aparatlara eyni səndən gəlir. O heç, biz deyirik, inanmayan olar. Biz belə eləyərik. Gələn videorolikdə litrajı ölçüb paylaşmışdım. Hər aparatın litrajını yoxlayalım. Özdə 10 litr üzərində, birini 5 litrdə, birini 10 litrdə. Sözünü kəsirəm, bax, indi bu avtomobil hara yaxınlaşsa oradan yoxlayalım. Aha, görək hara yaxınlaşdı. Görək bu avtomobil hara yaxınlaşdı. Gəlin. Birincini demişdim. Gəl. Birinci. Yəni, biz özümüz seçmirik də, avtomobil gəldi, həmin aparata yoxlayalım. Bura 1.90. Bura 1.90. Elə baba, bura qoyuram, elə buradan. Buna 95. 95 var bu aparat? Var. Buna 92, buna 91. 1.92, 1.95. Qardaş, necəsiz? Nə var mı? Sağ ol, yaxşı. Yenə də bu benzinin təmizliyi mənə ləzzət edir də. Şəffaflığı mənə ləzzət edir. Abi, daim buradan vursan. Maşının nömrəsini çək. Çəksən. Çekləri özündə saxla, daim. Aldı, buradan benzin aldı. Çekləri özündə saxla. Buranın yanacağı ilə bağlı nə problem olsa mən cavab verim. Amma çekləri özündə saxla. Abi, 95 də zəhmət olmaz. Bir də 95. Emre Rəsət, benzini götürüb gedəndə ayaq altına diqqət edin. Savabsınlar da. Mən belə hiss edirəm ki, ayağını düşəcək. İndi orada cəmaat da yazırlar ki, rəng. Zaten bu benzin istehsalatdan çıxanda hamısı eyni rəngdə olur. Sadəcə 95 ilə 92-ni ayırt etmək üçün 92-yə xüsusi öz rəngi var, onu qatırlar. Benzin hamısı eyni rəngdə olur. Bunun rəngi sonradan dəyişir. Bu da bizim 1 litr 95-imiz. Bir litr. Qardaş, sağ ol, var ol. Yazın lisiya dəftərinə gəlirik. Elnur, ayağın ilişər ha? Ehtiyatlı ol, ayağın birdən ilişər. Ayağın birdən ilişər. İndi çəkiliş... İndi bizim yox, indi video çəkənin ayağı ilişər. Bu arada Arif, oturaq sən. Əzət çəkirsən. Gətir bənə. Hər cürə yoxlayacaq. İndi birinci yuxarı o qapının zəhmət olması ört. İndi birinci mən yuxarı 95-dən başlamıram ki, orada deməyəsiniz ki, aktan böyük aktanlıya qoşuldu, sonra 92-ni yoxladım. Birinci 92-dən başlayım. Aşağı aktanlıdan. Düzdürmü? Hələ bir dəfə belə... Burada bəzi suallar yaranacaq. Elə bir sanki görürəm, axırı zəzən yazılır orada. Çünki adətən belə şərhlər yazılırlar. Təmiz yox. Avadanlıq düzgün göstərir, düzgün göstərmir. Yaxın gəl. İstədikləri yerdə aparıb laboratoriya edə bilərlər. 95. 92-95 göstərir. Bəli, bəli. İstənilən
95. Bir də yoxlayaq. Təkrarən yoxlayaq. Təkrarən yoxlayaq. Mən deyəndə ki, qardaşlar, gəlin Redol yanacaq doldurma məntəqəsinin benzinini istifadə edin. İnsanlar deyirlər, ay nə bilim, aktanı aşağı olar. 95. İndi bir dənə... Və mən sizə, Arif bəy, Burada var. bir dəqiqə, yaxın gəl Arif bəy. Bir dənə də yoxlayaq. Konkret olaraq 92 aktanlı yanacağını bir də yaxından çək bunun şəffaflığını Arif bəy. Bir yaxından gəl bunun bir dənə duruluğunu, bunun bir dənə şəffaflığını çək. İndi keçdik ikinci bir məqama 95-ə buyurun. Bir dəqiqəyə danışın, bir saniyə danışın. Bankamız daşa bilər. Biraz bundan azaldaq. Biraz bundan elə saf etməklə azaldaq və daşmasın deyə yoxlayaq. Gəl yaxın çək. Bura 95-dir. %2. İndi burada sual... Təkrarən yoxlayaq. %2. İndi bir də zərət olsa bura onun gətirir. Təkrarən 95-i yoxlayaq. Amma burada sual yaranacaq. Nə sualıdır? Məsələ nədir? Niyə 92 aktanlı yanacaq 95 göstərir? Çünki hər yanacaq açırıq. Təkrarən 92-ni yoxlayırıq. 95. İndi bu fərqi niyə bilən? Yəni 92-95 göstərir, 95-102 göstərir. Bir dəfə də buranı yoxlayaq Arif bəy. %2. Deməli, Məsələn, niyə 92-95-dir, 95-102-dir? Çünki hər bir yanacaq doldurma məntəqəsinin öz xüsusi qatqıları var. Təbii ki də Redol yanacaq doldurma məntəqəsinə, yəni benzavozdan benzin alındıqdan sonra öz benzinin aktanını, tərkibini düzəltmək üçün, daha da möhtəşəm etmək üçün zaten yanacaq təmizliyi göz qabağındadır. Mən aparatların içərisinin filtrini paylaşmışdım sizlə. Nə qədər şəffaftırsa, o deməkdir ki, burada səndən benzin təmiz gəlir. Və xüsusi öz qatqısı var. O qatqıdan istifadə etdiyi üçün Elor, yəni 92 aktanlı yanacağı ürəklə bütün sürücülər istifadə edə bilərlər. Bütün sürücülər. Və 95 də zaten bunun da şəffaflığını yaxından çək. Bunun da keyfiyyəti aktanı göz qabağındadır. Yəni, əgər ki, kiminsə şübhəsi olarsa, mən bu benzinin ağızlarını bağlayıb, özüm ilə aparıram. Bugün mənim servisimdə olacaq. Pərviz ustanın öz servisində. İstənilən bir sürücü gəlib bu yanacaqdan yarım litr, istər bundan yarım litr aparıb laboratoriya şəraitində yoxlaya bilər ki, mənim iştirakımda təbii ki, Göstəricilər belə çıxacaq. Göstəricilər tam əminliklə belə çıxacaq. İndi bir məsələ var. Buyurun. 95 aktanlı yanacaq tələb edir avtomobil. Aha. O gəlib 92 yanacaq süzə bilərmi? Bəli, 95 tələb edən avtomobil 92 aktanlı, 95 aktanlı yanacaq tələb edən avtomobil gəlib Redol yanacaq doldurma məntəqəsindən 92 ala bilər. Onu da qeyd edim ki, yəni bunu mən şahidiyəm, reallıqda Pərviz usta, bilmirəm, indi avtomobilin çəkim adını yoxsuyur. İcazə verirsən, qeyd edeyim. Buyur. İlini demə, ilini demə. Yox, yeni olduğunu Yox, ilini demə. Qalimba geldi və 95 hətta 98 tələb edir o avtomobillər. Yeni avtomobil, onu bildirim sizə. Redol'dan 92 yanacaq olur avtomobil. Onu da mən burada vurgulamaq istəyirəm. Mən bütün avtomobillər mən 92 avtomobil yanacaqdan istifadə edirəm. Özü də harada Redol yanacaq doldurma məntəqəsində. Uşaqlar, bugünkü çəkilişimiz bu qədər.
ümidvaram ki, Redol yanacaq doldurma məntəqəsinin benzininin keyfiyyətli olmasını mən sizə maksimum dərəcədə çatdırmağa çalışıram və hər şeyi də sübutla göstərməyə çalışıram, yox, göstərirəm. Bayaqki sürücüyə deyiliyim kimi, nə dedim ona? Dedim, daim buradan benzin alırsansa, Etirazın varsa, narazılığın varsa, etirazın, narazılığın varsa, o avtomobilin xərcini mən qarşılamağa hazıram ki, niyə? Çünki yanacaq öz nəzarətindədir, öz gözümün qabağındadır, bütün filtrlər, bütün hər təmizliyinə kimi mən əminəm ki, bu yanacaq heç bir sürücünün avtomobilində heç bir problem yarada bilməz. Bu yanacaq. İstənilən vaxt gəlib insanlar özləri də yoxlaya bilər. Redol yanacaq doldurma məntəqəsi Xırdalan dairəsinin yaxınlığında bir filialdır, digər filialı yerləşir Zağlaq yolu üzərində. Yəni hər iki filiala daxil olub rahat avtolarınıza yanacaq ola bilərsiniz. 92, 95, bir də dizel. Dəmiz açma lazımlar. Xoşuma gəlir əslində bu. Bağlar.